Hər vaxtınız xeyir olsun uşaqlar. İndi mən hələ izah eləməmiş baxın, videonu dayandırın. Siz öz variantınızı işarələyin. Sonra mənim izahıma qulaq asın. Görün düz yazmısınız yoxsa yox. Uşaqlar, buradan bəlli olur ki, 10-dan 8-i toplayıblar. 18 eləyibdir. Toplamanı da görürük. Deməli, 21 ilə də neçəni toplasaq 25 eləyər. 4-ü. Bura baxırıq. İndi burada üstəgəl çıxı verməyiblər. Biz bilməliyik. Məntiqlə başa düşməliyik ki, bu toplamadır yoxsa çıxmadır. Onu da hardan başa düşə bilərik? Uşaqlar, bu 9 ilə bu 5-in cavabı yazıblar 14. Başa düşdük ki, bu toplamadır. Çünki 9 ilə 5-i toplayanda 14 eləyir. İndi bizdən bu arını, quşu tapmaq tələb olunur. Deməli, bax buradan 9-u götürürük. Buradan da 12-ni. Bax bu arının üzərində dururuq. Bu tərəfə gedəndə qarşımıza 9 çıxır. Yuxarı gedəndə qarşımıza 12 çıxır. Deməli bu ikisini toplayırıq. 12 ilə 9 eləyir 21. Aha, arımız 21 imiş. Bu deməli quşun üzərində dururuq. Gedirik, abamıza 6 çıxır. Bir də dururuq, yuxarı gedirik, qarşımıza 5 çıxır. 6 ilə 5 toplayırıq, cavab eləyir 11. 21-dən də 11-in çıxanda 10. Burada çıxmanı özləri veriblər. 12-dən 6-nı çıxıram, 5. Neçə qalır uşaqlar? 6 qalır. Deməli ki, bu kaktusumuz 6 imiş. O deyir 22. Bu çıxmanı özləri veriblər. Bizim əziyyət çəkib tapmamıza ehtiyac yoxdur. Buradan tapa bilərəm. Məsəl üçün 10-dan 5-in üzərində dururam. Bu 10-dur. Yuxarıda gedirəm, görürəm. Bunun adı nədir uşaqlar? Ananas. Deməli, neçədən 10-un çıxanda 5-i qalar? 15-dən. Neçədən 12-sini çıxsam 5 qalar? 17-dən. Neçədən 10-un çıxsam 6 qalar? 16-dan. Deməli, bunun üçünü də tapdım. Axırda da bunun üçünün cəmini istəyir. 15 üstə gələk 17 eləyir. 32, 42, 48. İndi bura baxaq. Ortada toplamadır. Bu ikisi də x-dir, görürsünüz uşaqlar. Bax, x-dir, x-dir. Yəni, eyni şeyi toplayanda 8 eləyir. Eyni şey də nədir? 4 ilə 4-dür də. Deməli, bu x 4-dür. Uşaqlar, bunun bildiyiniz 4-dür. Bu da 4 üstə gəlir 2, yəni 6 görürük. 4-ün üzərinə neçə gələndə 6 eləyir? 2 gələndə. Deməli, bu y hərfi də 2-dir. O da bizdən 2-ni soruşurdu. Cavab D variantı. Burada da uşaqlar göz toplamadır. Eyni rəqəmi toplayırsan 12 eləyir. Deməli, bu 6-dır. 6 ilə 6-nı toplayanda 12 eləyir. Sonra uşaqlar eyni şeyi toplayanda 8 eləyir. Deməli, bunlar nədir? 4 ilə 4-dür də. Deməli, bu dondurmaya oxşayan 4-dür. Bu pizza parçasına oxşayan da 6-dır. 6 ilə 4 10 eləyir. Bəs eyni şeylə nəyə toplayanda 10 eləyir? 5 ilə 5-i. Gördünüz uşaqlarım. O da bizə nəyə soruşurdu? Almanı. O da 5-dir. Sonra bura baxaq. Burada uşaqlar 6-nın üzərinə 8 gəlsən 14 eləyir. 8-in üstünə 3 gəlsən 11 eləyir. Neçənin üzərinə 5 gələndə 16 eləyir. 11-in üzərinə. 2-nin üzərinə 4 gələndə 6 eləyir. Bu da deyir ki 11-dən çıx 6-nı. O da neçə eləyir? 5 eləyir. Sonra burada uşaqlar eyni ədədi toplayırsan 2 eləyir. Deməli, bu 1 ilə 1. Bax, yazıb bura uşaq. 1 ilə 1.
Sonra uşaqlarım. Bu 1-dirsə, 1-in üzərinə neçə gələndə 6 edir 5 gələndə. Bu 1-dirsə, 1-in üzərinə neçə gələndə 12 eləyir? 1-in üzərinə 11 gələndə. Deməli bu 1-dir, bu 5-dir, bu da 11-dir. Ümumi cəmləyəndə deməli 11 idi, 16, bu da 17. A variantı. Düzgün yeri göstərmirmişəm. Bir də başa salayım onda uşaqlar. Eyni ədədi toplayanda bu 1 ilə 1 imiş 2 eləyir. 1 ilə neçə 6 edir 5. 1 ilə neçə 12 eləyir 11. Axırda da hamısını cəmləyirik. O da edir 17. A variantı.